Salam əziz abituriyentlər. Sizinlə birlikdə bugün belə bir qəbul tipli sualın izahına baxaq. Blokdan asılmış yük tarazlıqdadır. Dinamometrin göstərişinə əsasən yükün kütləsini hesablayın. Bizə şəkildə də gördüyünüz kimi belə bir dinamometr verilib. Görürük ki, bu dinamometrin göstərişi 8 Newtona bərabərdir. Baxın, burada bir şeyə diqqət edək. Bu tərəfdəki ipin göstərişi 8 Newtondursa, eyni zamanda eyni ip, eyni qüvvə olacaq. Bu tərəf 8 Newtondursa, onda bu tərəfə bağlanmış ipi də qiyməti olacaq 8 Newton. Bizə burada diqqət edəsə deyir ki, blokdan asılmış yük tarazlıqdadır. Tarazlıqdadırsa, yəni ümumi F əvəzləyici qüvvəmiz bizim sıfırlanmalıdır. Bunun üçün də yuxarıya yönələn qüvvələrin cəmi aşağı yönələn qüvvələrin cəminə bərabər olmalıdır. Biz də bilirik ki, M kütləli cismi aşağı doğru çəkir, mg ağırlıq qüvvəsi. Yəni indi tarazlıq şərtimizi yazsaq, 8 Newton, 8 Newton. Ümumi yuxarıya 16 Newton qüvvə təsir edir, aşağı yönələn qüvvə də mg'dir. Onu da yaza bilərik. Mg bərabərdir 16 Newton. J-nin də qiymətini bilirik ki, 10 metr bölünsün sayının kvadratıdır. Gətirək burada J-nin yerinə 10 yazaq. M vurulsun 10 bərabərdir 16. M də olacaq 1,6 kiloqram.